Aha, e, dinləməklə başlayaq uşaqlar. Qəbul 2017-nin dinləməsidir. Ekrana vermişəm. İndi hər kəs oxusun. Bir dəqiqə, yarım falan səsləndirəcəm. Diqqətli olun. Yəni park adları, parklardan danışır. Film Parks. Ay, çox böyütdüm. Aha. Bu ardını tamamlamadı bu heç. Martin Sings and the Walls has a dream job because what can you find in the shops in Florida? Bax, sırf Florida'da shops'ta ne tapa bilərsən? Sonra şey bu da konkret sualdı. What is the world's biggest indoor theme park? Bu parkların hamısının adını eşitirsiniz. Ama the world's biggest indoor theme parks deyir. Diqqətli olaq. Hansı sual? Indoor burada nə mənaya gəlir? Indoor qapalı məkandır da. Yəni outdoors açıq havadır. Açıq havada olan bir şey. Outdoor games, açıq hava oyunları, indoor games, qapalı məkanda oynanılan oyunlar yəni. Yəni burada da o şəkildə. Və hansı suala cavab var ya da yoxdur deyirsə, bildiyimiz kimi bu hamını hamaça diqqət edək, dəqiq rəqəm olmalıdır. How often, neçə dəfə? Yəni every day, sometimes, usually, always, never, once, twice, rarely. Bunlar cavabdır how often-a. Beşinci sual tam görünmür. Ay, yoxsa... Saniyə. Hə, indi tam göründü. Rəqəmlərə diqqət edin. Park adlarına diqqət edin. Yenə də bir dəqiqə vaxtınız var, oxuyun. Başladıram uşaqlar, başladım. Bəli. Bəli. Good morning. Səs gəldi. Bəli. Aha, güzel. Good morning. Today we are going to talk about theme parks, and we are going to hear from Andy Wells, who has written a guide to theme parks around the world. Welcome to the program, Andy. Hi, it's good to be here, Martin. You really have a dream job, don't you, Andy? Flying around the world all the time, visiting adventure parks. Well, yes, it's pretty exciting, but it's really hard work too, you know? So, what's the number one theme park in the world? It all depends on what you're looking for. In terms of numbers, it has to be Magic Kingdom at Disney World in Florida, the most famous theme park. But the most popular park for people who like adventure rides is Cedar Point in Ohio, USA. It has 17 big roller coasters in one park and 3 water rides. What other attractions have you seen recently? I've just been to the Wizarding World of Harry Potter in Florida. It's great! You know those shops that sell magic sweets and things in the Harry Potter books? Well, they have everything that you have imagined. There is a fantastic tour of Hogwarts School where you meet the characters from the books. Sounds interesting. In your book,
you have a lot of theme parks in Asia too. Can you tell us about them? Sure. Tokyo has had a Disneyland for quite a long time, which attracts a lot of people. Ocean Park in Hong Kong is also popular. That has a lot of marine animals as well as rides. Lotte World, a huge park in South Korea, has the world's biggest indoor theme park. Əşrəf, Çok iyi söz sən müəllimə. dərsdəsən? Sən bir Bəli, yaxdan, müəllimə. mən kompüterin qabağındayım, gözümdən qaçıb. Bir yaxdan atılsan takibi, daha doğrusu follow request. Şey de olur. Bir dinləməni bir dəfə səsləndirmişəm. Ekrandadır, bir dənə bax tez. Səsi ikinci dəfə səsləndirirəm. Yaxşı. müəllim. Bakıda əsl yeni Çok iyi söz müəllimə. Ha, Əşrəfə görə qalmışdım, dedim baxsın. Əşrəf, baxdın testə? Əslində Bəli, bəli. Bax. imtahanda uşaqlar hər dinləmə arasında 2 dəqiqə rovnu aralıq var. 2 dəqiqədən sonra səsləndiriləcək. Başladıram. Good morning. Today we are going to talk about theme parks, and we are going to hear from Andy Wells, who has written a guide to theme parks around the world. Welcome to the program, Andy. Hi, it's good to be here, Martin. You really have a dream job, don't you, Andy? Flying around the world all the time, visiting adventure parks. Well, yes, it's pretty exciting, but it's really hard work too, you know? So, what's the number one theme park in the world? That all depends on what you're looking for. In terms of numbers, it has to be Magic Kingdom at Disney World in Florida, the most famous theme park. But the most popular park for people who like adventure rides is Cedar Point in Ohio, USA. It has 17 big roller coasters in one park and 3 water rides. What other attractions have you seen recently? I've just been to the Wizarding World of Harry Potter in Florida. It's great! You know those shops that sell magic sweets and things in the Harry Potter books? Well, they have everything that you have imagined.
There is a fantastic tour of Hogwarts School where you meet the characters from the books. Sounds interesting. In your book, you have a lot of theme parks in Asia too. Can you tell us about them? Sure, Tokyo has had a Disneyland for quite a long time, which attracts a lot of people. Ocean Park in Hong Kong is also popular. That has a lot of marine animals as well as rides. Lot World, a huge park in South Korea, has the world's biggest indoor theme park. Nəsə, Əşrəf yaza bildi, nəsə bir dəfə dinləməklə. Bəli, müəllimə, yazıram. Səsləndirim uşaqlar düzgün cavabları. Yazdınız? Tamam. Səsləndirin müəllimə. Bir saniyə. Mhm. Deməli. Deyirəm. 1C, 2 B, 3 A, 4 B, 5 Y. Yoxlayabildiniz? 1C, 2B, 3A, 4B, 5Y. 6.1B, 2B, 3A, 4B, 7C, 8B, 9A, 10, 2, 3, 5. 11.1 A, 2A, 3B, 4B, 12Y, 13A, 14A, 15, 1, 2, 5, 16S, 17S, 18Y, 19B, 20B. Aha. Şimdi sorularınızı verin. 19'da ne oldu? 19'da B. Değil. 2. 2. Tamam. Can you find in the shops in the Florida? Florida'da mağazalarda ne tapabilirsin? Bu sualın cevabını görmək üçün skriptdə göstərim. Yəni bu konkret suala cavabda əslində mən bunu izah belə yolu yoxdur. Prosto skriptə göstərə bilərəm ki, orada deyir. Deməli. Yəni gör. Bu hissəyə diqqət edin. Deməli.
It has to be Magic Kingdom at Disney World in Florida. Ay yox, səhv dedim, üzr istəyirəm. Bu hissədədir. Deməli bax, I'll just be into the wizarding world of Harry Potter in Florida. Burada Florida'dakı Harry Potter deməli indoor theme parkından danışır. Yəni sonra da deyir ki, it's great, çox əla yerdir. You know, those shops that sell magic sweets and things in Harry Potter books. Yəni və burada Harry Potter kitablarındakı şeylər, nə bilim, sehirli konfetlər satılan mağazalarda deyir, var deyir. Deməli, harada deyir tapa bilərsən bu sweets and magic sweets and things'i? Florida'dakı Harry Potter, Wizarding World of Harry Potter. Sonra sualınız. 3 müəllimə. Üçte deyir ki, what is the world's biggest indoor theme park? Dünyanın en büyük kapalı mekan parkı hardadır? Skripti ekrana götürmem en sonuncu cümlede değil. Bakın, the world, a huge park in South Korea, has the world's biggest indoor theme park. Deməli, hardadır? The world in South Korea. Doğru. Aha, sonra 4-5 müəllimə. Mənim dinləmədə bir düzüm çıxıb. hansı suala cevap var? Where can you meet the characters from the books? Roller coaster değil ama roller coaster neçeden olduğunu değil ama bu roller coasterlar Harry Potter'da değil. Harry Potter parkında değil. Yani yine elə bir 4'ün A variantında mən skriptə təzən qayıtmadığımda orada deyir ki how many roller coasters are there in the Wizarding World of Harry Potter? Harry Potter'ın Wizarding World nəsə də o parkda neçə dənə roller coaster var. Roller coasterlar baxın Cedar Point'dədir. Cedar Point in Ohio, USA, it has 17 big roller coasters. Yani bu var ama parkın adı səhvdir. Ona göre A variantı ola bilməz orada. Yəqin ki birçoğunuz A yazmışsınız. Where can you meet the characters from the books? Orada B variantı doğrudur. Yani orada deyir kitablardan obrazlarla harda rastlaşa bilərsən. O da Harry Potter'daydı. Bayağı oldu. Bak Harry Potter hissəsi buradadır. Wizarding World deyir, mən aşık olmuşam da. Çok sevdim yani Wizarding World Harry Potter parkını. Ve sonra deyir orada mağazalar var. Seyirli ne bileyim konfetler satan. Sonra da deyir ki there is a fantastic tour of Hogwarts School where you meet the characters from the books. Yani görürsünüz where you meet the characters from the books. Harada? Hogwarts School. O da hardadır? Florida'daki Harry Potter parkında. Yani bu suala deməli B variantına cevap var. Sonra mesela orada D variantında deyir ki how many magic sweets are there in the Ocean Park? Neçə dənə konfet var? Magic sweets adını çəkdi burada, düzdür? Amma qabağında sayı yoxdur axı nə qədər. Deməli o suala da cavab yoxdur. Belə. Sonra 5 dediniz. 5'e qayıdım mən suala. Beşinci sualda A variantında 70 yox, 17 dedi. 17 dənə. Bayaq da elə skriptdə göstərdim. B variantında popular with its characters from the books bu cümlə var ama bu Cedar Point yox. Obrazları ilə məşhur olan hansı parkıydı? Harry Potter parkıydı. C variantında Ocean Park in Hong Kong haqqında sadəcə dediyi cümlə budur ki has a lot of marine animals. Marine nədir uşaqlar? Marine. Dəniz şeyi. Sualtı həyat. Dəniz Sualtı həyatdır həm. Dəniz heyvanları ilə heyvanları var. Amma burada başqa şeydir. The number one theme park deyir. Ona görə C variantı ola bilməz. D variantında da there are three water rides in the world in South Korea. Şeydir. O three water rides Lot the World'da deyil idi. O Cedar Point'dəydi uşaqlar. Yəni burada sizə parkın adıdır. There are three water rides in Cedar Point. Cavab deməli Y-dir. Yeni deyil. Yeni indi mən oxuyuram, orada deyildiyi kimi Magic Kingdom. It has to be Magic Kingdom at Disney World in Florida, the most famous theme park. Yəni ən məşhur theme park Magic Kingdom'dur da deyir. Deməli Y variantı doğrudur. Aha. Uşaqlar, advertise nə deməkdir? Reklam. Reklam etmək sinonimi. Potter.
Necə? Ola bilər məndən. Poster ola bilər. Announce ola bilər. Announce elan etməkdir. Foster da şeydir, boost kimidir də. Gücləndirməkdir, nə bilim. Poster məndən reklam plakatı deyil, mənə elə gedir deyəsən səhv etmirəmsə, ona Poster görə dedin. deyirəm. Yəni sən poster dedin. Poster reklam plakatıdır. Advertising ola bilər o sinonim, amma reklam etmək promote var, promotion var. Yazmışdım lüğətən. Promote, reklam etmək, promotion, reklam. Amma promote eyni zamanda vəzifəsini yüksəltmək, rütbəsini yüksəltmək deməkdir. Look like nədir uşaqlar? Oxşamaq. Sinonimi görünmək, oxşamaq, bənzəmək nədir həm də? Look. Look sadəcə görünməkdir. You look so beautiful. Amma look like bənzəmək kimi də gedir. O da resemble sinonimidir. Resemble. Then pour. Pour. Süzmək. Necə? Süzmək. Tökmək, süzmək. Aha, sinonimi tökmək, axıtmaq. Spill. Spill, yes. Spill. And then burada əslində çox da çətin sözlər yox idi, düzdür? Rahat mətn idi bu. Associate. What is associate? Əlaqələndirmək. Aha, əlaqələndirmək. Sinonimi nədir? Link. Yes, link. İndi suallarınızı Bir də connect. connect, düzdür. Now, suallarınız hardadır? Mətndə mənim 2 var orada. Birincisi Məndə 6.4-dür. 6.2 4. Bəli mənim. deyirəm fərdi sədə 4. Flavor of food is more necessary than its appearance. Flavor nə deməkdir uşaqlar? Flavor. Dad. Dad. Sinonimi də? Taste. 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 Yes. Taste. Necessary. Zəruri, vacib kimi. Vacib. Sinonimləri. Important. Necessary, Vital. important, vital, Hə. crucial, Important. Necessary. Vital. Crucial. crucial. Significant. Okay. Appearance nə deməkdir? Görünüş. Görünüş. Aha. Deməli, deyir ki, yeməyin dadı onun görünüşündən daha vacibdir. Yeməyin dadı görünüşü. Orada isə tərsinə deyir. Qeyd edir ki, what the food looks like, what the food looks like is more important than what it tastes like. Bax, burada look like görünməsidir də. Yeməyin necə görünməsi, görünməyi burada görünüş, isim formasında verib də, appearance, görünüşü. Important burada necessary ilə əvəz edib. Yəni sinonimləri ilə. Orada taste sözünü isə dad sözünü də flavorla. Amma tərsdir. Burada görünüşü mübtəda yerində verib, taste sonda. Əgər mübtəda tamamlığın yerini dəyişirsə, çox hallarda səhv olur. Çünki burada deyir, necə görünməsi, look like, daha vacibdir, than it taste dadından. Amma sualda deyir ki, flavor is more necessary than appearance. Dad görünüşdən daha vacibdir, ona görə səhvdir. Yəni, tam tərs fikirdir. 6.4 Background music instead of sound effects plays a role in selling products. Bax, burada da tərsdir Fəridə. Musiclə sound effects. Instead of nə deməkdir? Əvəzinə. Əvəzinə. Deməli, səs effektləri əvəzinə arxa musiqi produktların satılmasında vacib rol oynayır. Deməli, 6.4 idi də, düzdürmü? Burada ama gör, sound effects but not background music also help to sell food. Burada isə deyir ki, yəni nəinki yəni musiqi, arxa fon musiqisi, səs effektləri də həmçinin bu satılmasına kömək edir. Amma orada deyir ki, əksinə səs effektləri əvəzinə arxa musiqi vacib rol oynayır. Yəni tərs deyir əksinə. Elə biz səs effektini aradan çıxardırdı. Burada deyir ikisi də yəni. Nəinki arxa musiqi, həmçinin arxa fon musiqisi, həmçinin səs effektləri də kömək edir satılmasına. Anladın Fəridə? Bəli. Mhm.
Sonra 7. movement is an important part of television advertising food because Amin yazmısan sən testi yoxsa prosto qulaq asmağa qoşuldun? Amin eşitirsən məni? Nəyə Aa, görə? ben yazmamışım hep. Yaz. Sadece dinlemeye çalışıyorum. Amma çalış evdə yazdı. Bəs bunları praktik eləməlisən axı. Yaz Ben ki. geç gördüm hep. Ancak Ortadan koşulabildim. atmışam, gün ortada. Ümumiyyətlə dərsə gəlməyəndə qabaqcadan Tamam. əgər həmin gün çatdıramırsanız, heç olmasa dəqiq bilirsən ki, sabah gəlməyəcəm. De, məsələn, axşamdan atdım, bir gün qabaqdan atdım, yazın. Belə gün orta seminində atıram əsas. 7-də movement is an important part of television advertising food. Televizor reklamının əsas hissəsidir. Çünki 7. Bu sualı bugün hiç mənə verməmişdi. Buradadır. Food looks especially tasty. Bak bu television advertising bu hissədir. Television advertising of food often uses movement. Televizorda yəni bu yeməyin reklamı adətən yeməyin reklamında yəni hərəkətdən istifadə edirlər. Xüsusən də food looks like especially tasty when it moves. Çünki deməli qida o hərəkət edəndə xüsusilə dadlı görünür. Xüsusilə dadlı görünür. Arxasınca bu cümləni deyirdi. Food looks especially tasty when it moves. Orada deyir when it moves. Burada onun isim formasında. When there is a movement. Hərəkət olanda orada da deyir look tasty. Burada da deyir look tasty. Eyni cümlədir. Sadəcə dəyişdirdiyi hissə move burada movement isim formasına çevirib. Yəni digərləri yəni onun ardınca gələn cümlə deyil. Ardına baxanda elə C variantı olduğu kimi buradadır. Ondan qabaq gəlib, sonra gəlib o cümlədən sonra. Ona bir dənə baxa bilərik. Sonra A gəlir. variantına. Sonra Movement is an important part of television advertising food because sonra gəlib Vüsal. Television advertising food often uses movement. Obviously food looks special tasty when it moves. Ardınca gəlib. Ardarda cümlələrdir. yəni mən ondan həmişə belə mətn işləyəndə ondan sonraya baxmalıydım. Mən çalışıb deyəsən mən əvvələ baxmışam. Ona görə A variantı götürmüşəm. Ya Red qallardı əvvəldir. Əgər cümlənin ardını tamamladığınız cümləni tapdım mətndə. Əgər oradakı cümlənin necə deyim? Məsələn, tutaq ki, budaq cümlədir. Cümlənin ikinci hissəsini burada başda versə, onda əvvələ baxırsan. Amma cümlənin yəni eyni şəkildə də başlıq elə burada da başlıqdadırsa, təbii ki, ardına baxasan. Yəni sonraya baxmalıyıq. Əsasən sonraya. 9. In creating images when advertising food and drink. Uşaqlar, bax, as-lə as eyni dərəcəyə malik olduğunu göstərmişəm. I'm as beautiful as my sister. Bacım kimi gözəlim. Amma more beautiful daha gözəldir. Je müqayisədir. Bu, yəni əzəzlərə diqqət edin. Less daha azdır. Bax, bunlar da burada önəmli olan. In creating images when advertising food. Creating images in advertising food. Müəllimə, mən orada 9-da B-ni götürmüşəm. B əslində düz cavabdır da. Həm görünüşü qədər dadı da önəmlidir. Müqayisədir. Bir də Demək bu istəyir məncə. creating images, bax bu cümlə. Advertising is about creating images is especially true when advertising food and drink. Arxasınca baxıram yenə. What the food looks like is more important than what it tastes like. Bayaq dedim də bu cümlə. Necə görünməsi yeməyin, necə dadmasından daha vacibdir. Yəni görünüş daddan vacibdir reklamda şəkillərin yaradılmasında deyil. Deməli görünüş daha vacibdirsə, onda bax, əksinə yerdə deyir, taste is more important. Yenə yerini dəyişdir. Dad daha vacibdir, səhvdir. Burada görünüş less important, daha az vacibdir deyir. Xeyr, əksinə more important olmalıydı. C-də görünüş isn't important as taste. Əksinə deyir. Görünüş dad kimi vacib deyil, əzəz kimidir, eyniləşdirir. Isn't important. Əksinə deyir, vacib deyil. Ona görə səhvdir. B-də də taste is just as important as appearance. Burada tam eyniləşdirdi ki, dad da görünüş kimi vacibdir. Amma orada nə deyir? Müqayisə edir. Dadı, görünüşü daddan daha çox üstün tutur. What the food looks like more important than taste. Dadından. Deməli, dad
görünüş kimi vacib deyil. Əsas görünüşüdür. Başa düşdünüz? Amma yedə elə mor vardı. Elə müqayisə edirdi onu. Amma yazsa Nədə mor var Vüsal? Y'də. hə, Y variantında. Y'də amma dadı başda yazıb axı. Deyirəm ki, bunların yeri dəyişib. Orada look like görünməkdə, appearance-da görünüşdür. Onu mübtəda yerində qoyub. Görünüş deyib daddan vacibdir. Y'də amma deyir ki, taste, dad more important, daha vacibdir. Və tam əksini deyir Y'də. Nə olsun mor var? Amma yerini dəyişib. Sonra Mənim onda cavab nə demişdiniz? Mən 2 4 5 götürmüşəm, səhv çıxdı. Deyəsən bir şey səhv çıxdı. Ona görə deyirəm ya 2 onda dənəsi. 2, 3, 5. Mən onda 4-ü səhv götürmüşəm. 4-ə baxa bilərik mən. What 10-cu are sualın 4-ündə. What are the popular colors in advertising food? Yeməyin reklam edilməsində məşhur rənglər hansılardır? Yəni burada heç bir rəng adı çəkmir axı. Yəni bu suala cavab yoxdur mətndə. Yəni mətni oxuyanda sən orada hansı rəngin adını çəkdiyini gördünmü? Sadəcə deyir ki, the color. Orada popüler olmayan renklerin adı verilib aşağıda. Aa, bir dəqiqə. Doğrudan nə soruşur bizdən? Yox, olanları istəyir. That's the passage answer. Hansı suala cavab var? Burada dedir ki, yeməyin reklamında məşhur rənglər hansılardır? Burada isə onu sadəcə bizim yeməyin reklamında məşhur rənglər hansıdır? Burada color haqqında deyir ki, aşağı hissədə danışır da. The color of food and the color of packaging also very important. Yeməyin rəngi, deməli, paketləmənin rəngi vacibdir. If the color of food looks wrong, sadəcə deyir ki, əgər rəng səhv seçilirsə, insanlar onu yeməyəcək. Yəni belə. Bir də burada rəng, bir dənə blue ilə drink, blue deyil, o başqa şey deyil. Burada deyir ki, heç kəs deyil, mavi çörək və yaxud da mavi çörək yeməz, or drink blue beer, mavi piv içməz. Therefore, ona görə də in advertising food, yeməyin reklamında purple, gray and in some cases white are unpopular colors. Burada bizə rəngi çatdırıb nəzərimizə, amma məşhur olmayanları. Orada amma bizə popular colors, məşhur olanları istəyir. Çəhrayıdır, bozdur, əksinə deyir, ağdır, məşhur olmayan rənglərdir. Məsələn 3 niyə düz çıxıb bunda? 2 3 5 demişdiniz. 4 bildiyimi mənə. 4-ü başa saldınız, 3-ü də bir dənə deyə bilərsiniz. 10-cu sualın 3-ünü də, onu deyirəm. What can happen if the color of food are chosen incorrect? Bayaq oxudum elə o cümləni. Yeməyin rəngi seçilsə, səhv seçilsə, incorrect səhv deməkdir. Nə baş verər? Bayaq o cümləni oxudum elə. Çünki onda heç kəs onu almaz da, yeməz. If the color of the looks wrong, food or looks wrong, əgər yeməyin rəngi səhv görünsə, people want it. İnsanlar onu yeməyəcək. Nə baş verər? İnsanlar onu yeməz. Yəni bu suala cavab var. Sonra amma bu çox asan mətn idi ha. Həqiqətən çox asan mətn. Uşaqlar, nə deməkdir Bu şey? Hə, nə? İkinci mətn mənə çətindir. İkinci mətn nəsə çətindir mənə. Birincini demirəm, ikinci var ya, 2017-ci ilin ikinci indi atdığınız, o Bilirəm. çətindir. Uşaqlar, abundance nə 12 deməkdir? Nə müəllim? Abundance. Bollluq, bərəkət. Bəli, sinonimləri. Sinonimlər nə ola bilər? Bu dəfəyə başım 90 dənə, 100 dənə söz yazmışım 2019-cu ilin. Təkrar gördüyünüz sözlər olacaq. Özüm elə yazıram ki, yəni göz yaddaşı olsun, əgər oxuyun. Yazın müəllim. Hə, abundance, sonra sinonimləri. Fertile, bol bərəkətli. İsim forması nə idi? Fertility. Sonra ay var getdi. Sonra nə idi sinonimi? Fertility and fruitfulness. Fruitful, bol, məhsuldar. Fruitfulness isim formasıdır. Sonra deməli nə oldu abundance? Bol miqdarda. Bol miqdarda, bolluk, bərəkət, sonra burada yazdığım sözlərdən concerned,
Cancel. Narahat ol. Narahat olma. Narahat. Sinonimləri Worry. worried, aha, və Trouble. anxious, Yox. worried, Anxious. aha. Astonish, Astonish. amaze, Heyrətamiz. heyrətləndirmək. Bəli, astonishing numbers heyrətləndirici, yəni sifət kimi gedir. Amma astonishdir, amazeddir, bir də təəccüblənmək, heyrətlənmək nə idi? Surprised. Surprise, yes. And scenery, view. Scenery. What is view? Mənzərə. Görünüş. Yes, mənzərə, görünüş. Sinonimi bir dənə də var idi. View, scenery and landscape. Da. Landscape. Then, what is spring? Spring bildiyimiz yaz, baharda, amma burada başqa şey kimi gedir. Nədir burada spring? Şəlalə. Bulaq mənası. Bulaq, waterfall, Şəlalə. şəlalə. And descendant, Nəsil kök deyil. kök. Sinonimi, əcdad. Generation. Yox, ancestor. O da var. Ancestor. Prosta nəsildir. Prosta generation people who were born at the same time, eyni dövrdə doğulanlar, 80'lər, 90'lar deyir ya. Descendants people who comes after us, bizdən sonra gələnlər. Yəni mənim nəvələrim, nə bilim, övladlarım, bunlar mənim descendants, tələfdir. Xələf deyirsən atadır, nəsə. Ancestor da bizdən əvvəl olan nənə babalarımız. Convince, keçən dəfəki mətnimizdə də vardı. Convince, İnandırdı. inandırmaq, sinonimi nə idi? Assure. Assure and Bir də persuade. Persuade, yes. Bu işi bitir, saniyələr qalır. Belə izahına növbəti şeydə baxaq. Bir də ki,